Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə evdə çipsi hazırlamanın üsulunu göstərəcəm. Bunun üçün mən 2 kartofdan istifadə etdim. Belə bir rəndədən kartofları nazik-nazik belə keçirdirik və suyun içərisinə qoyuruq ki, kraxmalın suya versin. Beləcə hər 2 kartofu rəndədən keçirdirəm. Sonra isə yaxşı-yaxşı yuyuram. 2 sudan, 3 sudan keçirsəz daha yaxşı olar. Tam kraxmalın təmizlənməsi üçün. Sonra isə belə kağız salfeti sərirəm. Və kartof dilimlərini düzürəm salfetin üzərinə. Üst-üstə qoymayın, çünki kartof dilimləri tam qurumalıdır. Sonra isə üzərinə yenə də salfet kağız sərirəm və yaxşı-yaxşı basa-basa quruduram. Artıq quruyan kartofları yığıram bir qaba və üzərinə 2 xörək qaşığı duru yağ. Məndə 2 böyük kartofdur. Və istəyə görə hər hansı bir ədviyyatları əlavə edə bilərsiniz. Məndə belə qarışıq ədviyyatlıdır və məndə duzludur deyə mən duz əlavə etmirəm. Siz də bu vaxt əlavə etməyin. Axırda mən sizə göstərəcəm, yəni deyəcəm nə vaxt əlavə etmək lazımdırsa. Və üzərinə biraz sarı kök də əlavə etdim. Bunları belə qarışdırıram. Sonra isə belə yağlı kağız götürürəm. Mikrodalğalı sobanın listini götürürəm, qabını yəni. Onu qoyuram kağızın arxa tərəfinə və videoda gördüyünüz kimi çəkirəm. Sonra isə kəsib qoyuram qabın içərisinə. Və kartofları düzürəm. Siz duzu bu vaxtı səpə bilərsiniz. Yəni tam kartofları düzəndən sonra səpə bilərsiniz. Və mikrodalğalı sobada 6 dəqiqəni qoyuram. 6 dəqiqə və bişir. Sonra isə yavaş-yavaş 1 dəqiqə artıraraq tam qızarana qədər bişirirsiniz. Baxın belə çox dadlı ev çipsləri alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı və like qoymağı unutmayın. Çox sağ olun.